Həyat böyük bir səs yazma mikşeridir. Trek nəyə deyirlər də? Daroşkalar da düzdür, mahnı yazanda. Necə ki, məsələn, orkestr falan necə yazırlar? Əvvəl bir dənə skripka, əvvəl bir dənə trompet, bir dənə truba. Hər şeyin öz treki vardı, düzdür? O daroşkanı nə etməlisən? Tune eləməlisən hər dəfə. Axırda o deyirlər mix masteringdə swotkanı eləməlisən. Amma əslində backenddə altyapı, backenddə bu adam əjdaha bir iş görüb. Bu həyatdır. Skripka orada falş eləyəndə sən onu eşidirsən, çünki yaxşı səs rejissorsan. Amma pis rejissor da var, səs rejissoru var, hansı ki onu eşitmir. Eyni şeydə sən bilmirdin ki, sən hansısa ideyan var, skillin da var. Amma podkastda özün bilmədən sən onu ucu deyirsən. Hər şey bəzən bizim əlimizdə olmur. Və bu məsələdə var. Hansı o içimizdəki hava çıxacaq ortaya? Bizim hamımızın missiyamız nədir? Dolu olmalıyıq ki, nə mənada dolu və depolamalıyıq hər şey, yaxşı şeyləri. Və danışanda kimsə oradan özün üçün highlight götürə bilər. Amma yəni sən özün üçün, sənin missiyan insanların qabağında o qayən odur ki, sən prosta dolu ol, sən prosta normal insan ol. Kimsə də səndən nəsə götürsün. Sən kiməsə gəlib məqsədli şəkildə nəsə öyrətməyin deyil. Sən prosta danışanda nəsə kiminsə beynində qalırsa, sən özün dolu olmalısan.